Salam dostlar, bugün mən sizə bağımda quraşdırdığım avtomatik sulama sistemi haqqında biraz məlumat verəcəm. Kimin bu haqda sualı olsa müraciət edə bilər, nümunə kimi də istifadə edə bilər. Ben başlamaq istəyirəm. Bu qapağın altında məndə artizan quyusudur. Boru vasitəsilə burada məndə nasos var. Bunun vasitəsilə məndə ilk öncə su bu kənədə olur, 1 tonluq kəndir. Və sonradan əraziyə su varmada, orada məndə baxın bu dalğıc nasos var, paplavuqla olan. O da əraziyə buradan boru ilə burada verir suyu kollektora. Burada mən belə bir kollektor yaratmışam və burada gördüyünüz kimi bu borular vasitəsilə su varma gedir. Ərazidə mən də belə paylama eləmişəm. Burada məndə üzümlərdir. Hər ağacın dibinə bu formada gedir. Mən belə bir adi hamımız gördüyümüz qapaqlardan istifadə eləmişəm. Sadəcə bu qapaqları çıxartmışam. Çünki mamır bağlayır, nəsə toz torpaqda olur və tutulur. Amma həm də məndə nasos güclü olduğu üçün hər ağaca bu açıq formada yaxşı təzyiq gəlir. Onu biraz sonra göstərəcəm sizə. Kollektor da bu formadadır. 32'lik borudur. Bura rezbalı bu şeylerden vurmuşam. Onların da başına bu plastik kranlardan, başlıqlardan oradan birbaşa gedir artıq borulara. Deməli indi gələ əsas məsələyə. Bu suvarmanı mən avtomatik bu necə işləyir? Bu deməli birinci relé. Bunu özüm almışam. Çindən Bakıda hardasa 45-50 manat arası dəyişir qiyməti. Mən bunu alıram Kitaydan, çatdırma ilə təxmini 10 dolara gəlib çıxır. Bu birinci relé məndə bu nasosu idarə eləyir. İndi qoşaram. Burada manual da qoşmaq olar. Bu kənə su vurur hal-hazırda. Bunu mən söndürürəm. Bu relé də məndə idarə eləyir kənin içində olan nasosu. Hal-hazırda manual qoşdum. Və görürsünüz ki, artıq o qoşulub. Bu formada da ən yaxında olan göstərim. Bu formada da sulanır bütün ağaclar. Buradan da görə bilərsiniz. Bu əncirə qapaq qoymuşam çünki biraz su az getsin buna. Görürsünüz bu formada bütün ağaclara o dalğıc nasosla su varma gedir. Onun təzyiqi yaxşıdır. Bu da əncir ağacıdır, ona görə də bunun ağzına klap başlıqdan qoymuşam. Görürsünüz bu formada. Ağaclarım hardasa 50 dənə ağacım var. Nasos 750 wattlıqdır. Paylamanı elə eləmişəm ki, bütün ağaclara. Burada məndə armud var. Cürbəcür göyən var, şəftəli var. Bu dəfnə yarpağı. Gördüyünüz kimi bütün ağaclara su varma gedir təzyiqlə. Uzaqda yox, bəzi şam ağaclar var. Onlara da vermişəm su varma. Bir görsənmir. Burada da görürsünüz. Su varma gedir təzyiqlə. Yaxşı təzyiq var. Bu bəzi ağacların dibinə mən çiyələk əkmişəm. Bibər əkmişəm. Onsuz ağac sulanır. Görürsünüz bu çiyələkdir. Burada bibərlər əkmişəm. Onsuz da sulanır ağaclar. El olan sayına bu çiyələk və bibər sulanır. Bu da belə. Bu su varmanı saxlayıram. Hələ ki mənim ona ehtiyacım yoxdur. Çevirəm avtomatik rejimə. İndi gedək başa salım sizə bu avtomatlaşdırmanı, bu sulamanı necə avtomatlaşdırmışam. Bu relé vasitəsilə bu relədə deməli hər həftənin hər gününə, indi burada biraz qaranlıqdır. Görürsünüz proqramlar vermişəm. Hər həftə gününə proqram vermə olar. Hər günə 20 proqram. Yəni filan vaxtı deyirsiniz relé yansın, filan vaxtı deyirsiniz sönsün. Mən burada necə planlaşdırmışam. Biraz işıq veremeyim ki. Olsa bu relé burada həftənin günü vermişəm, 6-cı gündür. Bu relé birinci gün, 3-cü gün qoşulur. Saat 7-də, 7:40-da sönür. Bu vaxt ərzində kənd olur. Bir də 6-cı gün 7-də qoşulur, 7:40-da sönür. Başqa proqram yoxdur.
Bu relədə onun kimi çalışır. Amma burada bir fərq var. Birinci deməli, bu relə qoşulur, çən dolur. Çən dolur 2 gün, 3 gün indi proqramdan asılı olaraq. İndi hal-hazırda mən biraz təbii ki az sulanır. Amma yaya doğru hər gün sulanacaq. Bu relə qoşur, çənləri doldurur, çəni. Ondan sonra bu relə qoşulur. Bu relədə ondan sonra su varmaya başlayır. Bu nə üçün lazımdır? Su, görürsünüz bu da eyni günlərdə, amma daha başqa vaxtda. Mən elə planlaşdırmışam ki, su dolsun, çənlərə 2 gün, 3 gün qalsın, ondan sonra bu relə işə düşsün, su varmanı aparsın. Ondan sonra yenə bu relə qoşulur, su qalır, 2 gün, 3 gün su biraz şirinləşir. Yəni orada həm içində mamırlar var, biraz bəlkə minerallaşır, vitaminləşir. Ondan sonra su varma gedir artıq əraziyə. Əvvəllər mən birbaşa quyudan sulayırdım. Sonra bəzi mütəxəssislər dedilər ki, bəs quyudan su varmaq məsləhət deyil. Yaxşı olardı ki, su varma ilk öncə su yığılsın, biraz isinsin, çünki quyudan soyuq su gəlir. Su biraz özünə normallaşır, ondan sonra artıq su varma baş verir. Əminəm ki, hamı başa düşdü. Kimin nə sualı var, kimin bir məsləhəti var, müraciət edə bilərsiniz. Çox sağ olun, təşəkkür edirəm.